Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördük. Bugün 6-cı sinif riyaziyyat kitabının 2-ci hissəsindən səhifə 64, 65, 66 və 67-də olan uyğun xətlərin paralelliyi dərsinin həm izahına, həm də çalışmaların həllinə bir yerdə baxacaq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Öyrənmədə bizə deyir ki, iki düz xəttin 3-cü ilə kəsişməsindən alınan bucaqlar müstəvi üzərində A və B düz xətlərinin C xətti ilə kəsişməsindən 8 bucaq əmələ gəlir. Biz bu bucaqları görürük burada. Deməli, uyğun bucaqlar 1 ilə 5. Buna uyğun bucaqlar 4 ilə 8, 2, 6 və 3 ilə 7-yə deməli, uyğun bucaqlar deyəcəyik. Daxili çarpaz bucaqlar 3 ilə 5-dir. Çarpaz yəni eyni tərəfdə olmayan 3 ilə 5 bizim nəyimiz olacaq? Daxili çarpazımız. Və 4 ilə 6 da bunlar çarpazdılar. Yəni belə əmələ gəlirlər. Məsələn 4 burada, 6 burada. Bunlar daxili çarpaz olacaqlar. Xarici çarpaz 1 ilə 7 olacaq. Görürsünüz, biri sol tərəfdədir, biri sağ tərəfdədir. Amma bunlar xaricdədirlər. Bunlar olacaq xarici çarpaz. Həmçinin 2 ilə 8. Biri sağ tərəfdədir, biri sol tərəfdədir. Çöldədirlər, yəni xaricdədirlər. Bunlar xarici çarpazdır. Daxili bir tərəfli. Deməli, bunlar bir tərəfdə olmalıdırlar və daxildə olmalıdırlar. Görürsünüz, 4 ilə 5 bir tərəfdədirlər. C xəttindən sol tərəfdə ikisi də. Və 3 ilə 6 da bir daxili bir tərəflidir. Daxildədirlər və C xəttindən ikisi də sağdadır. Xarici bir tərəfli bucaqlar bir tərəflidirsə, deməli ikisi də eyni tərəfdə olmalıdır. Tutalım ki, 1 ilə 8. İkisi də eyni tərəfdədir. Yəni C xəttinin solundadırlar. Amma xaricdədirlər, yəni çöldədirlər. 2 ilə 7 də xarici bir tərəfli olacaq. Xarici və daxili necə biləcəyik? Əgər bu iki xəttin arasında olsa, məsəl üçün burada, bunlar daxildədirlər. Bu iki xəttdən çöldə olsa, yəni bu hissələri bizim xaricimiz olacaq. Gəlin, birinci tapşırıqdan başlayaq. 3 düz xəttin müstəvidə vəziyyətinə görə rəqəmlərlə işarələnmiş bucaq cütlərini müəyyən edin. A variantında 1 ilə 2. Bunlar bir tərəflidirlər, amma nə daxili deyirlər, nə də xarici deyirlər. Bunlar uyğun bucaqlardırlar. Bunlar uyğun bucaqlardır. B variantına baxaq. Bunlar, görürsünüz, ikisi də daxildədirlər, amma bir tərəfli deyirlər. Bunlar çarpazdılar. Biri soldadır, biri sağdadır. Yəni, bunlar olacaq daxili çarpaz. Daxili çarpaz. C variantına baxaq. C variantında bunlar ikisi də bir tərəfdədirlər, görürsünüz. Yəni, bu xəttdən ikisi də eyni tərəfdə yuxarıdadır. Və bunlar daxildədirlər. Buna deyiləcək daxili bir tərəfli. Daxili bir tərəfli. D variantına baxaq. Görürsünüz, ikisi də eyni tərəfdədir. Yəni, C xəttindən soldadırlar. 1 də, 2 də. Amma daxildə deyirlər. Bunlar xaricdədirlər. Buna da deyiləcək xarici bir tərəfli. Bu birinci tapşırığın həlli oldu. Baxaq ikinci tapşırığa. Bucaqların daxili və ya xarici çarpaz, daxili və ya xarici bir tərəfli, yaxud da uyğun bucaqlar olduğunu müəyyən edin. A variantında birinci verilib bizə A, M, Y ilə FND. A, M, Y bu bucaqla FND bu bucaq. Uşaqlar, bunların ikisi də xaricdədirlər və bir tərəfdə deyirlər, çarpazdılar. Biri soldadır, biri sağdadır. Bunun adı olacaq xarici çarpaz.
Digərinə baxaq. AMN-lə AMN bu bucaqla MND bu bucağı istəyir. Adını istəyir bizdən. Burada uşaqlar görürük ki, daxildədirlər və biri soldadır, biri sağdadır. Bunun da adı olacaq daxili çarpaz. Daxili çarpaz. Bu oldu A variantı. Baxaq B bəndinə. B bəndində MCF bu bucaqla AYD bu bucaq. Bunların görürük ki, ikisi də xaricdədir və ikisi də eyni tərəfdədir, yəni bir tərəfdədir. Bunların adı olacaq xarici bir tərəfli. Digərinə baxaq. NCY bu bucağına BYD bu bucaq. Bunların biri xaricdədir, biri daxildədir. Bunun adı olacaq uyğun bucaqlar. Uyğun bucaqlar. Baxaq C variantına. BYM bu bucaqla NCF bu bucaq. Bunların ikisi də xaricdədir və biri sağda, biri solda olduğuna görə buna olacaq xarici çarpaz. CYM bu bucaqla FCD bu bucaq. Burada da biri çöldədir, biri daxildədir, biri xaricdədir, amma bir tərəfdədirlər. Bu tiplilərin adı olacaq uyğun bucaqlar. Uyğun bucaqlar. Bu belə. Keçək səhifə 65-ə. Verilən fikirlərdən doğru olanları müəyyən edin. YMB bu bucaqla MND bucağı, MND bu bucaq uyğun bucaqlardır. Bəli, bu doğrudur. Bu doğrudur. Çünki biri xaricdədir, biri daxildədir və bir tərəflidir. Belə bir ad, yəni ancaq uyğun bucaqlarda olur. Baxaq B variantına. AMN bu bucaqla MND bu bucaq. Daxili bir tərəflidir. Bunlar uşaqlar görür ki, daxili bir tərəfli deyil. Biri soldadır, biri sağdadır. Bu doğru deyil. Bunun adı yanlış. Bu olacaq yanlış. Digərinə baxaq. YMB bu bucaq və FNC bu bucaq. Xarici çarpazdılar. Bəli, bu ikisi də xaricdədir və biri sağda, biri soldadır. Bu doğrudur. Doğru. FND bu. O birisi də YMB bu. Uyğun bucaqlardır deyir. Bunlar ikisi də xaricdədir olduğuna görə bunlar yox, uyğun bucaqlar deyil. Bu yanlışdır. Yanlış. Belə yazılacaq.
Öyrənmək. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar. Paralel düz xətlərin kəsənlə əmələ gətirdiyi bucaqlar konqruentdir. Bu təklifin tərsi də doğrudur. İki düz xəttin kəsənlə əmələ gətirdiyi uyğun bucaqlar konqruentdirsə, bu düz xəttlər paraleldir. Paralel düz xəttləri təsvir edərkən adətən onların üzərində eyni istiqamətli oxlar qoyulur. Deməli, iki dənə paralel düz xəttdə bir dənə xətt kəsdisə, burada uşaqlar şifahi tapmağın qaydasını istəyirsinizsə, gəl. Məsələn, burada bizə biri verilsə, qalan 7 bucağın hamısını tapmaq mümkündür. Məsəl üçün necə? Tutalım ki, bura bizə verilib 30 dərəcə. Bura 30-dursa, digər bucaqların hamısını tapa bilərik. Bunun qonşusu olacaq 150 dərəcə. 30-un qarşısı olacaq 30 dərəcə, 150-nin qarşısı olacaq 150 dərəcə. Və yuxarıda olan vəziyyət aşağıdakı ilə eyni olacaq. 30 burada da 30-dur, burada da 30-dur, burada 150-dir, burada da 150 dərəcə olacaq. Beşinci tapşırıq, praktik tapşırığı özü işləyəcəksiniz. Daha doğrusu 4-cü tapşırıq. 5-ci tapşırıqla davam edək. Verilən bərabərliklərin doğruluğunu əsaslandırın. 3 ilə 6 deyir 180-dir. 3 ilə 6 180 dərəcədir deyir. Bu doğrudur. Niyə? Məsələn, buradakı bu 6 bucaq 6 yuxarıda bucaq 2-yə bərabərdir. Bucaq 6 bucaq 2-yə bərabər olduğuna görə bu bucaq 2 ilə bucaq 3 cəmi 180-dirsə, onda bucaq 6 ilə də bucaq 3-ün cəmi 180 dərəcə olacaq. Məsəl üçün belə deyək. Əgər bura tutalım 40 dərəcə, burada 140 dərəcədirsə, bizə bucaq 2-nin yerində 40 dərəcə qalıbsa, onda 6 bu da 40 dərəcə olmalıdır. Və 40 dərəcə ilə 140 dərəcənin cəmi 180-dir. Bunu bu cür ispat etmək olar. İkincisi, məsəl üçün, bucaq 1 üstəyə bucaq 8 bərabərdir 180 dərəcə. Bucaq 1 ilə bucaq 8-i məsələn, bucaq 1 buradadır. Məsələn, buna deyək ki, bu kör bucaqdır da 100 dərəcədir. Bu 100 dərəcədirsə, avtomatik bu da 100 dərəcədir. Bura 100 dərəcə olanda, burada 80 dərəcə olmalıdır. Yəni, bucaq 8-im 80 olmalıdır. 100 ilə 80-i toplayanda bizə neçə verəcək? 180 dərəcə. Bu cür göstərə bilərik. Burada deyir, bucaq 4 ilə bucaq 5-i toplayanda 180-dir. Gəlin baxaq. Bucaq 4 buradadır, bucaq 5 buradadır. Bucaq 4-ə tutalım ki, biz 2 bucaqdır da, buna məsələn 60 dərəcə desək, onda avtomatik burada 60 dərəcə olmalıdır. Bura 60 olanda burada olmalıdır 120 dərəcə. Və bu 120 dərəcə ilə 4 ilə 5-i toplayanda, yəni 60 ilə 120-ni toplayanda bizə neçə verir? 180 dərəcə verir. Yəni qiymət qoyaraq hesablamaq mümkündür də. Bucaq 2 ilə bucaq 7-ni istəyir. Məsələn, buranın cəmi deyir ki, 180-dir. Gəlin yoxlayaq. Tutalım ki, bu bucaq olsun 50 dərəcə. Onda avtomatik burada 50 dərəcə olmalıdır. Bura 50-dirsə, aşağısı da olmalıdır. Neçə? 130. Çünki qonşu bucaqlar daxil. Deməli, 130 ilə bu 50-ni toplayanda nə verir bizə? 180 dərəcə. Deməli, bu fikir doğrudur. Yadda saxla.
2 paralel düz xətt 3-cü düz xəttdə kəsişdikdə əmələ gələn uyğun bucaqlar konqruentdir. Daxili çarpaz bucaqlar konqruentdir. Xarici çarpaz bucaqlar konqruentdir. Daxili bir tərəflərin cəmi 180-dir. Xarici bir tərəflərin cəmi 180-dir. Bu xəstələrin tərsi də doğrudur. Əgər iki düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar sadalanan xəstələrdən biri ödənirsə, onda bu iki düz xətt paraleldir. Buna düz xəttlərin paralelliyi əlaməti deyilir. Bunları mütləq şəkildə yadda saxlayırsınız və səhifə 66 ilə davam edirik. Səhifə 66-da 6-cı tapşırığa baxırıq. Nömrələnmiş bucaqların ölçüsünü tapın. Deməli, bucaq 1-i istəyir. Əgər bura 70-dirsə, onda avtomatik burada 70 dərəcədir. Yəni, yuxarıda vəziyyət necə yaranırsa, aşağıda da vəziyyət elə yaranır. Bura 70 olanda, bu da onun qonşusudur da, 180-dən 70 çıxırıq, bura olacaq 110 dərəcə. B variantına baxaq. Bir ilə 2-ni istəyir. Bura 70 olanda avtomatik burada 70-dir. Bura 70 olanda qonşusu neçə olacaq? 110 dərəcə. 110 da qarşılığı bucağı da elə 110 dərəcə olacaq. Deməli, bucaq 1 ilə bucaq 2 olacaq 110 dərəcə. Baxaq C-yə. Bura 100 dərəcədirsə, onda bucaq 1 də elə neçə olacaq? 100 dərəcədə olacaq. D-yə baxaq. Bura 100-dürsə, qonşusu, yəni bucaq 1 olacaq 80 dərəcə. Bura 100-dürsə, onda bucaq 3 də 100 dərəcədir. 100-dürsə, qarşısı da nə olacaq? 100 dərəcə olacaq. Yuxarıdakı vəziyyətlə aşağıdakı vəziyyət eynidir. Baxaq Y-yə. Bura 85 dərəcə olanda avtomatik burada 85 dərəcə olmalıdır və 85-in qarşısı da elə 85 dərəcə olmalıdır. Burada bucaq 52-ni verib digərlərini istəyir. Birinci bucaq 4-dən başlayaq. Bucaq 52-dirsə 180-dən biz çıxırıq 52-ni. Belə 128. Bucaq 4 neçədir? 128. Çünki toplayanda 180 olmalıdır. Bucaq bura 52-dirsə, burada da bura 52-dir. Qonşusu 128-dir. 52-nin qarşısı da elə 52 olacaq. Baxaq C variantına. Bura 112-dirsə, onda bu bucaq da 112-dir. Qarşısı da 112-dir. Qonşusu da olacaq 68. Burada orada 68 dərəcə. Baxırıq H variantına. Burada 84-ü verib digərlərini istəyir. Bura 84-dürsə, 180-dən 84 çıxanda eləyəcək 96. Bura 96. 84-ün qarşısı 84, 96-ın qarşısı 96. Burada yaranmış vəziyyət buradakı vəziyyətdən eynidir. Yəni bura 96, bura 96, bura 84, burada 84 olacaq. Baxaq 7-ci tapşırığa. 7-ci tapşırıqda bizə deyir ki, A və B düz xəttlərin paralel olub olmadığını qeyd olunan bucaqlara görə müəyyən edin. Deməli, burada 60-dırsa əgər, bu bucaqda 60-dır və bu doğrudur. Bu bucaq 38-dirsə, onda bu bucaqda 38 dərəcə olmalıdır. 38 ilə 132-ni toplayaq. Əgər bizə 180 dərəcə verirsə, deməli bu
doğrudur. Amma bizə bu 170 verir. Deməli bu yanlışdır. Paralel olmalı. Paralel olanda toplayanda 180 olmalıydı. Deməli bu yanlışdır. Bu bucağımız 135'dir. Sonra burada 135 olmalıdır. Gəlin 135'dən 45'i toplayaq. Toplayanda bu bizə deyir 180 dərəcə. Deməli bu doğrudur. Bu bucağımız 128'dirsə, onda bu bucağımız da 128'dir. 32 ilə 128 dərəcəni gəlin toplayaq. Bu bizə də verir onda 160 dərəcə. Bu 180 dərəcə vermədiyinə görə bu nədir? Yanlışdır. Yəni paralel deyil. Paralel deyil. Yanlış yazdıqlarım paralel deyil. Baxaq 8-ci tapşırığa. İki düz xəttin paralel əlamətlərindən istifadə etməklə ABCD olduğunu əsaslandırın. Yəni ABCD-yə paralel olduğunu əsaslandırın. Yaxşı, bura 100 dərəcədirsə, onda burada 100 dərəcə olmalıdır. Güzelce bunu uzatsaq, iki düz xəttin paralelliyindən istifadə edəndə bura 100 olanda burada 100 olur. Bu 80 ilə 100'ü toplayanda bu bizə verir 180. 180 verirsə deməli paraleldir. Gəldik bura. Bura 50 dərəcədir. Bura 50 dərəcədirsə bu avtomatik paraleldir. Bunu belə uzatsaq, buranı verib 50 dərəcə və buranı verib 50 dərəcə. Bura 50 olanda avtomatik burada 50 olur. 50 ilə 50 qarşı bu bucaqlar olduğuna görə deməli bunlar nə olmuş olur? Paralel olmuş olurlar. Uşaqlar Z hərfini bir də yadda saxlayın ki, Z hərfində bu bucaqlar, daxildə olan bu bucaqlar bir-birinə bərabərdir. Haradakı paralelliyi gördünüz, burada Z hərfini gördünüz. Məsəl üçün, bura 50 dərəcədirsə, burada 50 dərəcədirsə, bunlar eyni, deməli paraleldirlər. Bu trapesiyanı məsələn, belə yazsaq əgər, belə düzəltsək, bura A-dır, bu tərəf B-dir, bura C-dir. Buranın bizə 145 verəndə, buranın 35 olmağını tapmalıyıq. Bura 145 olanda, burada 145'dir. 145 ilə 35'i toplayanda edir 180 dərəcə. Deməli, bunlar nədir? Paraleldirlər. Xəttə baxaq. Bunu biraz buradan belə yazaq. Tutalım, bura A-dır, bura C-dir, bura 110'dursa, burada 110'dursa əgər, bunlar uyğun bucaqlardırlar. Deməli, bunlar nədir? Paraleldirlər. Yəni, bu xəttləri uzadanda görürük ki, bu uyğun bucaqlardırlar və paraleldirlər. Keçək 9-cu tapşırıq. Səhifə 67-də uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqların xassələrindən danışır. Uyğun tərəfləri paralel olan bucaqlar ya kongruentdir, ya da onların cəmi 180 dərəcə bərabərdir. Deməli, uşaqlar, siz görsəniz ki, əgər bunların ikisi də iti bucaqdır, onda bilin ki, bunların dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni, bunlar kongruentdir. Yox, əgər uyğun tərəfləri paralel olan bucaqların birinin iti, birinin kör görürsünüz ki, onda bunların cəmi 180 dərəcə olmalıdır. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya kongruentdir, ya da onların cəmi 180 dərəcədir. Uyğun tərəfləri deməli perpendikulyar o deməkdir ki, iki dənə bucaqdır. Bunlar kəsişəndə 90 dərəcəli bucaq əmələ gəlir. Əgər bu bucaqların ikisi də itidirsə, onda bunlar bir-birlərinə bərabər olan bucaqlardırlar.
Yox, əgər bu bucaqlardan biri itidir, biri çordursa, deməli bunları toplayanda 180 dərəcə olmalıdır. Ona görə 9-cu tapşırıqla gəlin davam edək. 9-cu tapşırıqda bizə deyir ki, paralellik əlamətlərinə əsasən nömrələnmiş bucaqların ölçüsünü tapın. Uşaqlar, görürük ki, burada məsələn A bəndində bu iki bucaq bir-birinə paraleldir. Məsələn, bunların ikisi də itidir. Deməli, bura 38 olanda avtomatik burada 38 olacaq və burada 38 dərəcə olacaq. Yəni, çox sadə bir dərsdir bu. B variantında görürük ki, bunlar paraleldirlər. Biri iti bucaqdır, biri kör bucaqdır. Deməli, əgər bura 45-dirsə, avtomatik bu bucaq 2 olmalıdır, 180 çıxılsın 45. Bu da bizə verəcək 135 dərəcə. Bucaq 1 ilə bucaq 2 də cəmi 180 olduğuna görə bucaq 1 də 45 dərəcə olmalıdır. C variantına baxırıq. C variantında görürük ki, bu da iti bucaqdır, bu da iti bucaqdır. Deməli, bura 40 dərəcədirsə, avtomatik bucaq 1 də 40 dərəcə olmalıdır. D variantında bu da itidir, bu da itidir, bu da itidir və uyğun tərəfləri paraleldir. Əgər bura 20-dirsə, onda bucaq 1 də 20 dərəcədir, bucaq 2 də 20 dərəcə olacaq. Amma Y variantında vəziyyət başqa cürdür. Görürük ki, uyğun tərəfləri paralel olan bucaqlardan biri itidir, biri kördür. Onda bucaq 1 ilə bucaq 1 ilə bu 110 dərəcəni toplayanda 180 verməlidir. Onda bucaq 1 bərabərdir 180-dən 110 çıxırıq 70 dərəcəyə. Bura oldu 70 dərəcə. Bura 70 olanda avtomatik bura da 70 olur. Onda bucaq 2-ni tapmaq istəyirsə, bucaq 2 olacaq 70-in qonşusu. Yəni 180 çıx 70 edəcək 110 dərəcə. Bucaq 2-nin qiyməti olacaq 110 dərəcə. Baxa F variantına. Deməli görürük ki, bu bucaq 1 ilə bu bucaq daxili bir tərəfli bucaqlardır. Daha doğrusu, üzr istəyirəm, paralel uyğun tərəflər paralel olan bucaqlardır və ikisi də itidir. Bura 63 olanda avtomatik bucaq 1 də 63 olacaq. Bucaq 2-ni də tapmaq istəyiriksə, bu da 63-ün qonşusudur da 180-dən 63-ü çıxacaq, edəcək 117 dərəcə. Bu da olacaq 117 dərəcə. Baxaq 10-cu tapşırığa. Onuncu tapşırıqda bizə deyir ki, xizək sürmə yarışında xizəkləri paralel saxlayan idmançı daha sürətlə irəliləyə bilir. İdmançının sürətinin ən çox olması üçün bucaq 1 neçə dərəcə olmalıdır. Deməli, biz diqqətlə baxsaq, görürük ki, burada bucaq 1 ilə bucaq 80 xarici çarpaz bucaqlardır. Yəni, burada xizəkləri belə göstərsək, bu da finish xəttidir. Belə yazsaq əgər. Deməli, burada 80 dərəcə göstərilir. Burada da bucaq 1 göstərilir. Burada 80-dirsə, avtomatik bucaq 1 də 80 olmalıdır. Çünki burada 80 olanda burada 80 dərəcə olur və bunun qarşısı da nə olmalıdır? 80 dərəcə olmalıdır. Deməli, bucaq 1-imiz 80 dərəcə götürülməlidir. 11. Şəkildə qeyd olunan bucaqlardan biri digərindən 2 dəfə böyükdür. Bu bucaqların böyüyü neçə dərəcədir? Deməli, bucaq 1 ilə bucaq 2 burada daxili bir tərəfli bucaq olduğuna görə uzatsaq əgər, bunlar daxili bir tərəfli bucaqlardılar. Deməli, bucaq 1 bərabərdir 2x, bucaq 2-ni də biz x götürsək, daxili bir tərəfli bucaqların cəmi bizə 180 verdiyinə görə 2
2x üstə gəlsin x bərabərdir 180 dərəcə, 3x bərabərdir 180 dərəcə, x bərabərdir 60 dərəcə alırıq. Bizdən böyüyünü istəyir. Böyüyü də olacaq 2x-in qiyməti, yəni 2 vurulsun 60 olacaq 120 dərəcə.